Deməli Time-da deməli 5-ci suala baxırıq. Deyir, əhalisi 40 min olan şəhərdə hər 100 kişidən biri X xromosomu ilə ilişikli resessiv genlə ötürülən irsi xəstəliyə tutulmuşdur. Bu şəhərdə kişi və qadınların sayı eyni olduğu halda bu xəstəliyə tutulmuş adamların ehtimal olunan sayını hesablayın. Deməli bu Hardy-Weinberg qanunudur. Ümumiyyətlə Hardy-Weinberg qanunu haqqında bir video, yəni dərs videosu da hazırlayacağam. Sadəcə burada məsələni həll eləyək, çünki Time-in genetikasını işləyirik. Burada da müəyyən qədər məlumat verəcəm. Bax deməli burada əhalisi 40 min olan şəhərdə, yəni ümumi nə qədər insan var? 40 min deməli insan var və hər 100 kişidən biri X xromosomu ilə ilişikli resessiv genlə ötürülən. Deməli resessiv ilişikli ötürülən 3 xəstəliyimiz var. Biri hemofiliyadır, hemofiliya. Biri daltonizmdir, deməli daltonizm. Biri də əzələ atrofiyası. Əzələ atrofiyası. Bu 3 xəstəlikdən biri. Tutaq ki, hemofiliya götürək və ya daltonizm. Hemofiliya götürək, hemofiliya. Və deməli bu deyir, hər 100 kişidən biri X xromosomu ilə ilişikli resessiv genlə ötürülən irsi xəstəliyə tutulmuşdur. Və deyir ki, bu şəhərdə kişi və qadınların sayı eyni olduğu halda bu xəstəliyə tutulmuş adamların ehtimal olunan sayını tapın. Bax, kişi ilə qadının sayı bərabər deyil. Onda 20 min kişi olacaq. 20 min də deməli qadın olacaq. İndi gəlin baxaq, bərabərdə axı 40 mini yarıya böldüm. 20 min kişi, 20 min qadın. Bax, kişidə bir dənə X xromosomu var da, düzü kişi XY-dir, qadın XX-dir, düzdür? Bu xəstəlikdə X-la ilişiklidir. Baxın, X xromosomu ilə ilişiklidir. Yəni xəstə də bunun başında olacaq. Yəni X, tutaq ki, hemofiliya götürürəm. X kiçik H, Y olacaq xəstə kişi. X böyük H, Y olacaq sağlam kişi. Yəni bir də bunu yadımızda saxlayaq ki, X-la ilişikli keçən xəstəliklərdə kişi ya xəstə olur, ya da sağlam. Daşıyıcı olmaq kimi bir ehtimalı yoxdur. Çünki mən bunun harasına yazım ki, bu daşıyıcı olsun. Daşıyıcı olmaq üçün gəlin qadına baxaq. Bax, qadında X böyük H, hemofiliya üzərində baxırıq. X böyük H, bu sağlamdır. Sağlam qadın. Yəni dişi. İndi gəlin baxaq. X böyük H, X kiçik H. Bu daşıyıcı qızdır. Qadın və ya dişi yazıram. Daşıyıcı. X kiçik H, X kiçik H isə olacaq xəstə. Deməli dişi. Və sizə bir söz ya, bax gördük ki, qadınlarda X-la ilişikli keçən xəstəliklərdə həm sağlam, həm daşıyıcı, həm də xəstə forma olur. Amma kişilərdə X niyə görə daşıyıcı olmur? Kişi heç vaxt daşıyıcı olmur demirəm ha. Sadəcə X-la keçən ilişikli xəstəliklərdə daşıyıcı olmur. Çünki bir dənə X var axı bunda. Bax, daşıyıcı olması üçün 2X olmalıdır ki, birində sağlam gen, birində xəstə gen olsun. Amma bunda yoxdur. Gördünüz, ya xəstə olur hemofiliyaya görə, ya da sağlam. Tək hemofiliyaya görə yox. Elə ümumiyyətlə X-la ilişikli keçən bütün xəstəliklərdə kişilər ya xəstə, ya da sağlam olur. Qadınlar həm sağlam, həm daşıyıcı, həm xəstə olur. Yaxşı, görək sonra bizə burada nə deyir? Və deyir, hər 100 kişidən biri xəstədir. Yəni ehtimal nədir? Ehtimal 100-dən 1-dir. Bax, hər 100 kişidən biri xəstədir. Mən dediyin yazmışam. 100-dən biri xəstədir. Bax, bunu da çevirək 0,100-də 1. Düzdür, 0,100-də 1. Bu xəstə kişinin rast gəlmə tezliyidir. Xəstə kişilərin rast gəlmə tezliyi 0,100-də 1. İndi gəlin baxaq. 20 min kişi var idi də ümumilikdə, düzdür? Bax, 20 min kişi 100-də 1-i xəstədirsə, biz bunun ən yaxşısı odur ki, bax bu 0,100-də 1-i faizə çevirəndə eləyir 1%. Mən asan yolunu deyəcəm. Bax bu çünki faizlə yazaq da, çünki 20 min kişi əgər 100%dirsə, onda biz xəstə kişilərin sayını tapmaq üçün X kişi də olsun 1%.
Çünki biz xəstə kişinin rast gəlmə tezliyini tapdıq. Hər deyir 100 kişidən biri xəstədir. %1 0,1 deməkdir. Onu da faizə çevirəndə 1% elədi. Niyə çevirdim faizə? Çünki burada mən 20.000 kişi əgər 100%dirsə, bunun da altına faiz düşsün, kişinin sayını tapım. Onda x bərabər olacaq. Burada 20.000-i vuracam 1-ə, böləcəm 100-ə. Burada bax bu ikilər getdi, qaldı 200 xəstə kişi. Mən tapdım 200 xəstə kişi var. Deməli 20.000 kişinin içində cəmi 200 dənə xəstə kişi var. Hər 100-dən bir kişi xəstə olduğuna görə bu ehtimalı tapdım. Bizdən nə soruşur? Bizdən soruşur ki, kişi və bu şəhərdə kişi və qadınların sayı eyni olduğu halda bu xəstəliyə tutulmuş adamların, yəni həm kişinin, xəstə kişi üstəgəl xəstə qadını tapmalıyıq. İndi gəlin xəstə qadını da tapaq. Bax, kişilərdə bir dənə X xromosomu olduğuna görə 0,100-dən 1 ehtimal, deməli bunda 1% oldu. Qadınlarda X kiçik h. Bax bunun x kiçik h-ı, yəni rast gəlmə tezliyi 0,1 oldu. Düzdür? Bu bunun rast gəlmə tezliyidir. Niyə rast gəlmə tezliyi deyirəm? Çünki bu Hardwine bir qanunudur və bizə hər 100-dən biri deyir. Ehtimal həmişə rast gəlmə tezliyidir. Oldu. İndi burada x kiçik h-ı tapmaq üçün, axı burada 2 dənə x kiçik h var qadında. Onda 0,1-i vuracam 0,1-ə. Beləcək 0,10-1. 0,10-1. Bunu da 100-ə vuraq, faizə çevirək. Deməli 1, 2, 0,1 faiz. 0,1 faiz. İndi gəlin baxaq. Niyə faizə çevirdim? Çünki mən 20.000 qadınım var. Cəmi 20.000 qadınım əgər 100%dirsə, baxın 20.000 qadın əgər 100%dirsə, onda 1/1, gəlin kəsir kimi yazaq ki, bizə hesablamaq asan olsun. 1/1 qadın olsun x%. Xəstə qadını tapırıq. X bərabərdir. Deməli, daha doğrusu x qadın da olsun, üzr istəyirəm, 1/1 faizin altında. İndi mən 20.000-i bu 1/1-ə vursam, bu 100 düşəcək kəsirə. Bax, 20.000 vurulsun 1, bu 100 deməli düşdü aşağı, kəsirdə burada 100 var. 2 0 buradan getdi. 2 0 da buradan getdi, qaldı 2. 2. Cavab 2 xəstə qadın. 2 xəstə qadın. Bizdən ümumi xəstə insanları soruşduğuna görə 200 dənə xəstə kişinin üzərinə 2 dənə xəstə qadını gələcəm. Cəmi 202 xəstə insan. Cavabımız 202. Deməli, cavabımız bizim A variantı.